Fəaliyyəti ilə bağlı cinayət işi açılan Sumqayıtda yerləşən Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Lentaza açıqlama verib. O bildirib ki, bir ilə yaxındır ölkəmizdəki ümumi reabilitasiya mərkəzlərində araşdırmalar aparılır. Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərində təxmini bir ilə yaxındır ki, Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır. Lakin qeyd edim ki, bu məsələnin Nəsimi Nəbzadə ilə heç bir əlaqəsi yoxdur. Reabilitasiya ölkəmizdə yeni bir sahə olduğu üçün prokurorluq ümumilikdə bu mərkəzlərdə araşdırmalar aparır. Nəticələrin bizim üçün müsbət yekunlaşacağını düşünürəm. Mən özüm yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam. Qurtuluş Reabilitasiya Mərkəzi təkcə Azərbaycanda yox, ümumilikdə dünyada sağalma sayına görə birinci yerdədir. Xatırladaq ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125, özünü öldürmə həddinə çatdırma, 145.2.1 qanunsuz azadlıqdan məhrum etmə, 2 və ya daha çox şəxsə qarşı törədildikdə və 145.2.4 qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə cinayət işi üzrə istintaq gedir.